qədim tarixi yoxdur. Amma dediyim kimi Çanqray'ın simvolu hesab olunur. Bu qədər panikaya düşdüm. Bitəcək. Nə sağırdı? Nə baxırsınız? Çoxlu içində itib gedən şeylər də çox belə mənikdir. Hamı gəlir obyektin, gəlir bala işin üstündə durur. Daha bir enerji gəlir mənə. O, yıxıldım. Daha salam. Mardayıq, hardayıq. Yenə Çanqray'dayıq, Taylandda. Burada qaldıq. Yağıb ha. Yağıb. Əziz Zulmunu, bunu niyə belə saxlamısan? İndi mən buradan nətər çıxacam? Boy. Mən də buradan necə çıxım? Neyse, bir tər çıxacam. Bugün, belə deyim, burada bir yer daha var. Buranın ən məşhur yeri orası sayılır. Ora gedəcəyik. Amma yağış, yağdı ha. Yağdı. Neçə gündür yağmırdı, bugün yağdı. Amma bu yağış dayanına heç oxşamır. Yağış dayanmırsa biz də dayanmayaq. Haydi, getdik. Amma bunu necə çıxardım, onu fikirləşirəm. Bunu belə bu tərəfi oradan çıxardaram. Tək ölümə çarə yoxdur. Adam nəfəs alırıqsa deməli hər şeyə çarə var. Belə bir boz havada çıxdıq yollara. Bomboz hava. Bura mən gələndən də ilk səfərdə bu cür bomboz bir hava ilə qarşılaşıram. Səhər saatlar da çox deyil. Yəni saat 11 falan yəni. Açıq gün ortaya. Bomboz bir hava. Adam kuryerdir. Grab'ın kuryeridir. Grab buranın elə bir kimisi necə? Bolt'u, Uber'i belə sayılır. Bilmə bax. Nə fikirləşir, nə inir bir dəqiqə Allah bilir. Yaman qəmli görünür. Allah işin avan eləsin. Yağış güclənmək fason təhər oldu. Biraz da güclənəcək deyə düşünürəm. Onun üçün buranın yəni supermarketi var. Buranın ən böyük supermarketi bu hesab olunur. Big C Super Center. Gəldim dedim onun içinə girim biraz həm də yemək falan yeyərəm. O vaxtda da ümid edirəm ki bu yağış kəsəcək. Amma heç də kəsənə oxşamır. Və mən də o həmin yerə getməliyəm. Nə olur olsun. Ay dəyərim tutulur. Mən də həmin yerə nə olursa olsun getməliyəm. Çünki buranın ən məşhur yeri oradır. Onun üçün də yağış kəsməsi uzağa qayıdacam. Bir yağmur falan götürüb elə çıxacaq. Amma dedim kimi buranın ən böyük bu Big C Super Center hesab olunur. Yəni içərisində hər şey tapmaq mümkündür. Yemək, içmək. Hər gün ət yeməyi yeyirik. Allah babamın canı sağ olsun. Deyir burada var şirniyyat falan səhər yeməyi üçün. Daha bundan artıq nə olsun? Çox böyük. Yəni bir neçə mərtəbədir. 2-3 mərtəbə təzələnmişsə. Yine burada da hər cür yemək, şirniyyat. Burada şirniyyatlardan da var. Qəşəng. Səhər yeməyi üçün ideal. Qiymətlərini də deyim də sizə də. Təxmini belə bir tutaq çiçək. Belə bir şirniyyat. Neçə? 25. 25 də bizim puluna eləyir təxminən 1 manat 10 qəpik, 1 manat 20 qəpik. Bir harava şey aldım. Bunlar falan beşmişən hamısı bir yerdə nə deyirlər? 6 manat, 7 manat belə bir şey. Burada da isti nəsə tapmaq zülüm məsələdir. Dedim ki, bu isti olmalı. Yağışın hərəkətləri xoşuma gəlmir. Mən yaxşısı. Bir yağmuru falan geyinim çıxım. Çünki yağış kəsənə də oxşamır. Günümü də istəmirəm belə məhv eləsin. Ən salamatı dedim, yağmuru geyinim elə çıxım. Gəldim, tutqanı falan geyindim. Yağış kəsdi həmin vaxtda. Bəli, daxtım. Amma yox, yağacaq. Yağacaq. Onun üçün də yola davam getdik. Bütün axırın çavarda geymişdim amma. İndonezya'da,
Yogyakarta falan giymişdim sən. Vay, ay 2 aydan çoxdur. Ay, getdik. Uzun ince bir yoldayım. Düzün gedirəm, yəqin ki düz gedərəm də. Hamısı Budist məbədlər. Dəhşət çox daha. Gəlməyinə deyəsən gəldim buralarda, amma bunu harada saxlayayım? Yəqin ki burada saxlaya bilərəm. Burada saxlayacağım, yəqin ki işləmişdiriz. Burada saxlaya bilərəm. Məncə, bilmirəm. Məncə burada saxlayacağım. Gəldik bu ağ məbədə. Baya vurarsız məbədə, hə? Gəldik, çatdıq bu ağ məbədə. Buranın monklara bax, monk qaqalarıma bax, monklar. Excuse me, sorry. Please cover your shoulder, madam. Cover your shoulder, please. Deyir ki, kiməsə deyir ki, çiyninizi bağlayın, xanım. Kiməsə deyir, cover your shoulder. Kimsə orada çiyini açıq gəzir. Deyir, çiyninizi bağlayın deyir. Ətraf, bunu bir körpü qoyun da. Bu arada bu tikili belə çox qədim bir tarixə falan sahib deyil. Cəmi 20-25 illik bir tikilidir, yəni bir qədim tarixi olunur. Hə, yəni cəmi 20-25 illik bir tikilidir, yəni elə bir qədim tarixi yoxdur. Amma dediyim kimi Chiang Rai-nin simvolu hesab olunur. Girişi də buradan da girək. Burada üstten görüntüsü var. Burada girişidir, biz hazır buradayıq. Buradayıq. O girişidir. Elə də çox belə çox böyük bir yer deyil. Düz yəni kompleksdir. Bu qədər uzanır falan, amma əsas hissəsi yəni bu qədərdir. Onun tikintisini zaten eləyən adam dəqiq ki. Niyə bunun şəkli burada olsun axı? Abi burada yazıb. Şapel, bura bir. Əsas hissə burada şapel. Bura Buddha Relics Tower. Burada körpü. Sonra 4 nədir? Budist gülləsi mənim havası eləmiş. Amma əsas hissə buradır. 1, 2, 3, 4. Açın aynalar. İndi hardan alıq bilet? Bilet hardan alıq? Hello. Hardan, buradan? Ha? No, where? Ah, okay, here. Oha, 200 baht. 200 baht. Do you need ID card? 200 baht. 200 baht. 10 manat da bu. Adamın gərək bahtı olsun. Adamın gərək bahtı olsun. Bahtı olsun adamın gərək. Belə bir məbəd. Chiang Rai-nin ağ məbədi. Aya, burada balıqlar var. Burada qışın balıqlar var. Qışın balıqlar var. Yo. No entry. Yəqin ki, burada kimsə girirmiş, yazıblar ki, girməyin də. Köşə balıqlar var. Maraqlıdır. Bu kanal formasındadır. Buradan belə aşağısında da yer var. Oradan gedir belə
Balıqlar qəşəng üzürlər bu balıqlar. Bu arada gəlin elə məlumat da verim. Hazır elə çölündəykən. Bu ağ məbədin ağ olma səbəbi, belə deyim, saflığı, təmizliyi Nirvananı göstərir. Nirvananı təmsil edir və o Nirvanaya gedən yolu göstərir və görürsünüz aşağısında belə yüzlərlə formada əllər var. Bunlar da o Nirvanaya çıxmaq istəyən insanları, çatmaq istəyən insanları göstərir və Nirvanaya gedərkən insanlar dünyəvi ehtiraslarını geridə qoymalılar, dünyəvi ehtiraslarından xilas olmalıdırlar ki, o Nirvanaya gedib çata bilsinlər. Bu əllər falan da məhz onları simvolizə edir. Belə bir maraqlı, qəşəng bir, belə deyim, tematikası var bu gördüyünüz ağ məbədin. Burada da balıqlar var. Əvvəl çölünü göstərim, sonra içərisində bir dəfəyə keçərik. Şimdi o yaşır. Bu da onun girişi. Bu da bunun girişi. Yürek görək içi necədir. L'artista li ha inseriti per mostrare le concezioni del mondo moderno. Burada yəqin ki ayaqqabımızı çıxardırıq. Qaşlarımızı burada çıxardırıq. Özümüzlə götürəcəyik. Los zapatos en la mano, no foto dentro. Belə bir məbəd. Çox kiçik bir şapeli var, çox kiçik. Çıxaq, ayaqqabımızı geyinək, özündən yolumuza davam. Que dans une heure, c'est pour justement aller Sorry. manger. Bu da bunun körpüsü, körpü o bir tərəfə. Ama altından da böyle sayfason təhər bir şey keçir. Düzdür, yani bir o kadar da böyük bir yer olmaz ama tematikası çok qəşəng. Çok hoşuma gəldi. Dedim ki, bura saflığı, nə bilim, paçlığı və həmçində Nirvananın müdrikliyi və s. bunları simvolizə edir ağ rəngidən bir yerdə. Əsas hissə bu 3 hissə idi. Bu da belə bir yerdir. Burada bir şəkil çəkdirim, sonra devam. Böyle bu hissəsini çıxardıq. Bir də o bir hissəsində tırnaq eləyək. Çıxarıq. Burada çıxış düşür. Sen buradan çıxırsan öyle sen buradan. Böyle. Elə bu. Elə bu o bir tərəfə də getmək lazımdır. Hə, buradan çıxırsan oraya yersən. Mən bu qədər panikaya düşdüm. Bitecek.
Bura məbədin özüdür. Burada yəqin ki o köməkçi binaları falandır. Hə, məbədin tikintisi haqqında falan danışmadım. Dediyim kimi çox belə qədim tarixi yoxdur. 1996-da 97 o civarlarda tikintisinə başlanılıbdı, amma hələ deyən tikintisi tam başı çatmış sayılmır. Hələ də binalar əlavə oluna gedir. Və bundan əvvəlki video baxanlar yəqin ki bilirlər. Mavi məbəd. Bundan əvvəlki videoda var da. O mavi məbədin memarı ilə eynidir. Sadəcə olaraq o mavi məbəd birinci bunu tikilibdir. Sonra o mavi məbəd təzəyə çəkildi. Yəni 2010 neçənci ildədir. Amma bu o mavi məbəddən bir 15-20 il daha yaşlıdır belə deyək. Amma bura niyə gəldi? Hə, buranın girişi buranın girişi sırf ora üçün imiş. Bura hamı gələ bilərmiş. Hə, başa düşdüm hə. Yəni o 200 baht sırf bura üçündür bu. Mərkəzdəki orta yer üçündür. Hə, bura hamı gələ bilərmiş. Anladım. Nağar sağırdı. Ne baxsınız? Mən nağar. Qəpi atılır. Hə, qəpi atılır. Qəpi ortada qalsa elə kələdir hə, kişi. Qəpi bu ortada qalsa elə bir ki, bunların arzuları isə pul tələsidir. At. Hə. Atın. Ne oldu? Kurtardı pulunuz. Siz atın. Hə, pul tələsidir. Yəni, belə bir məbəddir. Bu, ağ məbəd. White Temple. Dediyim kimi, əsas tematikası insanların təmizlənməsi, insanların belə deyim, başlanması, bütün dünyəvi arzuları geridə qoyması, bütün belə deyim, hər şeydən özünü təmizləməsi və nirvanaya çıxması şəklində bir tematikası var. Bu gördüyünüz ağ məbədi. Yəni bu ağ məbəd artıq köməkçi bina, orada da görürsünüz binalar, uzandıqca uzanır yəni. Köməkçi binaları da olurlar artıq onun. Bu ağ məbədi. Gedə bilərik. İşimizi bitirdik burada. Ben de bu stikerlerden düzeltmek istedim. Ama yani bilirsiniz bunlar dünyanın fərqli yerlərindən səyahətçilər də özləri üçün stikerler düzəldilər, səyahətçilərin özlərinin öz stikerləri. Onu getdilər yerlərdə yapışdılar. Məsəl üçün görürsünüz, Türkiyədən birisidir. Məsəl üçün başqa hara var, məsəl üçün Atramda. Yəqin ki Avstriya, Almaniya tərəflərdəndir. Başqa hara var. Malazya, ölkə adı yazılanlara baxıram da. Yəni çoxdur, belə stikerlər mən də düzəltmək istəyirəm, amma çoxlu içində itib gedən şeylər də çox belə mənikdir deyə alıram. Haydi, getdik. İşimizi bitirdiyimizə görə yola devam ki. Burada Şangray'nin parkı, Singa parkı. Singa nədir? Singa bu qabaqdakı heyvandır. Heyvan. Hə. Singa, nə qəşəng otlar var abi. Bu qəşəng. Yomba olmasan. Singa Budizmdə, Hinduizmdə aslana bənzər qoruyucu bir varlıqdır, bir heyvandır. Bir mifolojik bir heyvandır. Gördüğünüz Singa. Burada onun adına həsr olunmuş Singa parkı. Çok qəşəng otları var. Çok qəşəngdir. Buradakı deyəsən bu ot örtüyü təbii deyil. Bu hissədəki. Bizdə baxın. Bu sünidir. Çox belə süni o, süni deyil. Ay bu da təbiidir.
Yo, eyvah seni de. Seni. Bu da Singa. Singa dediğim gibi aslana benzeyir. Şirənmişə mənim qardaşım. Aslana benzer bir koruyucu mifolojik varlıqdır. Hinduizmdə, Budizmdə. Böyle olacaq. Buyurun, qayda bilərik. Park bir balaca genişdir, o da ətrafa da yayılır. Amma parkın girişi, parkın belə deyim, tematikası bu Singanın üzərində qurulubdur. Qaydaq. Saat neçədir? Saat xeyli gecdir. Dedim motosiklet təhvil verməliyəm. Motosiklet təhvil verim. Biraz buralarda fırlanım edeyim. Deməli gəldim. Skuteri falan beşmişəm. Geri qaytardım. Oturdum, rahatladım, sakitləşdim. Günəş çıxdı. Bu qədər belə gözəl bir bəxtim var. Möhtəşəm. Neyse. Elə yaxşı oldu, elə biraz da bu ətraf falan gəzərik. Axşam olsun, gözüm axşam düşsün. Buranın bazarı var. Geçen bir bazarda. Gedib o bazarda gəzişərik. Gedək buranın bir dənə night bazarı var. Axşam bazarı. Adı elədir night bazardır. Yəni özünü uydururam. Night bazar yazılır. Gedək ora. Maraqlı yerdir. İndi göstereceğim. Akşamlar yani yemek yemək üçün en ideal yer burada, yani ora olur. 6-cı günlər burada şey quraşdırılır. Həftə sonu yarmarkası. Ümumiyyətlə bu Taylandın bir çox məşhur şəhərində bu həftə sonu yarmarkaları quraşdırılır. Zaman gəlir orada nə bilim yeməklər. Burada ümumiyyətlə Cənub Şərqi Asiyada bu yemək mədəniyyəti, yəni evdə yemək pişirmək söhbəti çox yaygın bir şey deyil. Yəni insanlar evdə çox da yemək pişirmirlər. Çöldə yemək üstünlük verirlər və gecə yarmarkaları bu formada quraşdırılır ümumiyyətlə. Gecə yarmarkaları hər gün olur, amma həftə sonu yarmarkaları da 6-cı gün və ya bəzi şəhərlərdə bazar günü. Çox qəşəngdir, çox qəşəng muhabbət. Bundan istəyirəm bir dənəyə. Həftə sonu yarmarkalarda 6-cı gün bazar günü quraşdırılır və dediyim kimi ancaq demək olar ki yemək. Bu foto yeridir. Foto. Yemək. Və indi göstərəcəm, buradan girəcəm. Çox qəşəng fərqli yeməklər var. Yəni demək olar ki, yəni yeməyə aid hər şey tapa bilərsiniz. Yəni meyvə, tərəvəz, nə bilim, quru yemək, sulu yemək, yaş, bütün yeməklərdən tapmaq mümkün. Və hər gün gəlib burada yemək yeyib. Yavaş-yavaş açırlar, hələ tam açılmayıbdır. Fikirirsiniz və normalda burada da falan da olur biriləri. Çıxanda bura baxarıq bir də. Amma giriş bu formadadır. Bura paltar pultar yeridir. Night bazarın. Night bazarın girişini göstərmədik. Şangray Night bazar. Canva azar. Bunların ənənəvi bu şalvarlarını almaq istəyirəm ümdəni. Mələ, bu şalvarlarını almaq istəyirəm. Maraqlı şalvarlar var, qışın şalvarları var. Amma çox maraqlı belə suvenirlik əşyalar var burada. Suvenir deyən hədiyyəli əşyalar çoxdur burada. Sadəcə olaraq artıq bilirsiniz ki, mən heç bir yerdən hədiyyəli əşya almıram. Çünki hər yerdən bir dənə əşya alsam, hər yerdən bir dənə çöp alsam, yəni səyahətin sonunda mən 3 dənə əlavə çamadan yerə daşıyım. Bura daha çox içki içilən yerdir. İçki içilər daha çox burada. Burada nədir onun adı? Səhnəsidir. İndi yemək yeyir. Təzə açırlar. Buralar hər gün açıq olur. Buralar heç. Çünki bunun yanı avtovağzaldır bu hissə. Bura avtovağzaldır buranın. Çanqraydan onsuz da harasa avtobusla gedəcəksinizsə,
Ki mən bura sabah gələcəm. Növbəti video artıq oradan olacaq. Chiang Mai'yə gedəcəm bu avtovağzaldan. Hə, yəni bu dükanların əksəriyyəti bütün gün açıq olur. Fikirləşsin saat 6 oldu. Qardaş gəldi, indi açır. Amma dediyim kimi bura avtovağzal olduğu üçün yan yörəsi daima açıq olur. Sadəcə olaraq yemək içmək yerləri falan 5 mükan onlar saat 6-da açılır. Belə. Yavaş-yavaş deyil. Hamı gəlir obyektin, gəlir bala işin üstündə durur. Saat 6-da açılır, təxminən 5 saat falan davam edir. Çünki dedim ki, burada yemək mədəniyyəti fərqlidir. Yəni evdə çox yemək falan bişirmirlər, demək olar. Çöldə yedirlər. Onun üçün də axşam olan kimi saat 6-da burada bu kafelər falan 5 mükan hamısı açılmağa başlayır. İnsanlar gəlir, tökülüşür bütün buralarda yemək yeyirlər. Mən yeməkdən öncə nə ilə başlayacağım? Günə mütləq şəkildə nə ilə başlamalıyam? Təbii ki, passion fruitla. İcazə verin, mən bir passionlıyım. Təbii ki, passion fruitla başlayacağım günə. Passion fruit neçədir? 30. 30, mən 2 dənə passion fruit. Hello. Thank you. Come back. No. Thank you. Thank you. Hə, 2 dənə passion fruit bu formada təmizlənmiş falan 5 mükan. Passion fruit qəşəng oturaq da. Passion fruit çünki çox qəşəng sevdiyim bir meyvədir. Həm də ki iştahı da çox qəşəng açır passion fruit. Yəni digər meyvələri yeyəndə adam doyur eləyir falan, amma passion fruit yeyəndə belə daha bir enerji gəlir mənə. Yıxıldım. Passion fruit belə bir passion fruitun elə bir ki bu təmizlənmiş variantıdır. Sokudur deyək də belə, yəni şirəsidir. Normalda bunu qaşıqlayırlar falan, amma mən o qaşıqlamayacağım təbii ki. Mən xozu variantı eləyəcəm. Əcda bir şeydir. Bunu çək, ondan sonra keçərik görək nə yeyirik. Bu arada bunun qiymətini demədim. Bir dənəsinin qiyməti təqribən 30 şeydir. Baxdı bizim pulun təqribən eləyir 1 manat 50 qəpik falan. Bir dənə çək, nədir o, passion fruit. Burada da yemək verirdi. Hello. Misal üçün bu cür grill toyuq 150 nə qədər eləyir? 7 manat, 8 manat. Bu düyünədir də deyəsən, bunlar düyün almalıdır. Ördəkdir, ördək, donuz. Donuzun boğazıdır. 7 manat, 8 manat civarında. Yəni onsuz da yəni bütün demək olar ki, yeməklərin qiymətləri bu civarda olur. 6 manat, 7 manat, 8 manat. Yəni gördüyünüz kimi məsəl üçün Soy noodle soup with dumpling, pad thai, padang, fried rice, Philippine curry, masman yəni curry, məsəl üçün burada ən ucuzu budur, 80 də bizim 4 manat 50 qəpik stat edir belə. Dedim ki, 5, 6, 7 manata yəni burada kifayət qədər çox gözəl yeməklər alıb yemək mümkündür. Yeməklərin qiyməti bu formada. Kebab eləyir, kebab və yaxud da toyuq, chicken var bir toyuq. Kebab eləyir, verir, yeyir. Bundan artıq neyin yesinlərsə üçün. Mən təbii ki, düyüdən davam mənim düyümü versinlər. Bu toyuqla düyünün qarışımıdır, amma böyük ehtimalla mən bilməm, bəlkə qoydum. Böyük ehtimalla bundan doymayacağım. Cəmi 60 baht nə qədər eləyir? 3 manat 50 qəpik falan bu civarlarda. Mənim düyümü versinlər, toyuqla düyümü versinlər və salam. Mən başqa həyatda heç nə istəmirəm.
One boneless chicken. Nasıl? Bilmiyorum. Boneless yəqin ki sümüksüzdür. Boneless sümüksüzdür ama hansı sümüksüzdür? Budur. Yoksa bunlardan. Aha. 4 5 boneless chicken 30 da nə qədər eləyir? Baxdı ora qızartdı. 30 da eləyir təqribən 2 manat bu. Bizimki düyü olsun, toyuq olsun, vallahi ömrümü onlarla mən yekunlaşdırmağa okeyəm. Ya bir də ciyər təbii ki, amma buralarda ciyər çox da dərdə bir şey deyil. Sırf ciyər üçün Azərbaycana qayıdaram. Sırf ciyər üçün bu dəqiqə oturum gedim, qayıdım, amma o qədər cəmiz yoxdur. Sırf ciyər üçün bu Azərbaycana qayıtmağa. Sırf. Azərbaycan qədrini bilmək lazımdır. Azərbaycan qədrini bilin valla. O ciyər nəyə desən dəyər, o ciyər. Yasamalda o qaşqınların kebabxanası var idi. Ayda, oradakı o ciyər üçün də artmışam bax. Thank you. Belə bir şey təqribən 2 manat. 2 manat. Soğuksuz adı da var. Oturaq bir yerdə. Burada da bir də içməyə bir şeylər alaq. Bir də oturaq bunları aşırdaq. Neysə. Videonu da elə buradaca yekunlaşdıraq. Artıq axşam saatlarıdır, görürsünüz. Cəmaət yavaş-yavaş gəlir və yaxud da gələnlər artıq durub gedir, filan beş məkan. Axşama doğru dediyim kimi burada adam əlindən tərpənmək olmur. Bütün stollar, bütün masalar dolu olur. Elə birazdan da burada konsert başlayacaq. Onsuz da musiqi ilə bir yerdə sağlaşa bilməyəcəm. Çünki musiqiyə YouTube onu şey edir. Onun üçün də elə internet sağlaşır. Ümid edirəm ki, xoşuna gələn bir video oldu. Ümid edirəm ki, maraqlı bir video oldu sizin üçün. Mənim üçün olduqca maraqlı bir gün keçdi. Ümid edirəm ki, bunu sizə də bir bazı olsun, yansıda bildim. Yeni şəhərlərdə, yeni ölkələrdə, yeni videolarda görüşmək ümidinə. Sağ olun. Artıq axşam saatlarıdır, görürsünüz. Cəmaət yavaş-yavaş gəlir və yaxud da gələnlər artıq durub gedir, filan beş məkan. Axşama doğru dediyim kimi burada adam əlindən tərpənmək olmur. Bütün stollar, bütün masalar dolu olur. Elə birazdan da burada konsert başlayacaq. Onsuz da musiqi ilə bir yerdə sağlaşa bilməyəcəm. Çünki musiqiyə YouTube onu şey edir. Onun üçün də elə internet sağlaşır. Ümid edirəm ki, xoşuna gələn bir video oldu. Ümid edirəm ki, maraqlı bir video oldu sizin üçün. Mənim üçün olduqca maraqlı bir gün keçdi. Ümid edirəm ki, bunu sizə də bir bazı olsun, yansıda bildim. Yeni şəhərlərdə, yeni ölkələrdə, yeni videolarda görüşmək ümidinə. Sağ olun.